بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على أشرف الأنبياء والمرسلين عبده ورسوله محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا وبعد. Mən birinci salamlayıram hər kəsi. Sonra elm məclislərində cəm olmaq, oturmaq bu böyük bir neymətdir və bu böyük bir xeyrin, böyük bir əzəmətli bir uğurun başlanğıcıdır. Çünki əsl uğur cənnətdədir. Başlanğıcı isə bu dünyada əməllərdir. Və Allah Teala bizə əmr edib ki, salih əməllər edin, xeyir əməllər edin. Və başqa ayələrdə buyurur ki, o əməllərə görə cənnətə girin. Hər bir xeyir cənnətə aparır və hər bir şər qəzəbdir. Allahın qəzəbidir və Allahın odudur. Və həqiqətən də insan məscidə gələndə, məsciddə oturanda və ya Quran oxuyanda tamam başqaca olur, dəyişir. Məscid insanı dəyişir. Zikr yeri insanı dəyişir. Rahatlıq gəlir, mutmainlik gəlir, xoşbəxtçilik hasil olur. Bunlar hamısı elə neymətlərdir ki, bunlar dünya malı ilə qazanıla bilmir. Yəni, heç kim bu dünya malı ilə, bu dünya neymətləri ilə bu neyməti əldə edə bilməz. Bu, yalnız saadət, xoşbəxtçilik olan yerlərin mövcudluğuna bağlıdır. O yerlər mövcuddursa, sən oradasansa, sən də o xoşbəxtlərin içindəsən. Yoxsansa orada, sən onlardan deyilsən. Demirik bədbəxtsən, amma xoşbəxtlərin yanında deyilsən. Ona görə saadət, xoşbəxtçilik, harada ki, Allahın zikri var, Allahın zikri var, Allahın rəhməti var, o yerlərdədir xoşbəxtlik. Ona görə biz fikir versək, diqqətlə fikir versək, baxsaq, görərik ki, Allah Teala öz kəlamını, öz dinini insanlara sükunət olsun deyə nazil edib. Sükunət olaraq nazil edib. Ona görə biz nə qədər məscidlərə gəlsək, nə qədər otursaq, nə qədər dinləsək, o bizim üçün faydalıdır. Və dünya bizə lazımdır, amma dünya insanı yorur. Dünya insanı yorur, dünya insanı sarsıldır, dünya insanı incidir. Ola bilər, insan qazanır, insan işləyir, lakin yorulur dünyada. İnsanlar qəribədir. İnsanlar biri sözünə müxalifdir, biri müvafiqdir, biri gecişir, biri yuva, biri tez gəlir, tez verir, sənə lazım deyil oldu, yorulursan. İnsan əziyyət çəkir, baxma ki, qazanır. Yəni, yeganə yerdir ki, məsciddə orada əziyyət çəkmirsən. Əksinə istirahət edirsən. Ona görə nə qədər biz gələ bilirik, otura bilirik, gəlməyimiz yaxşıdır məsciddə. Və ya səfərdə olanda görsən ki, o məntəqədə məscid var, ged o məscidə. Və sünnədəndir məscidə getmək. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem hara düşərdisə, orada məscid olsaydı, gedərdi orada namaz qılardı. Və təbii ki, bu müqəddimə idi. Amma mövzu, biz Allah Teala'nın sifətləri barədə danışırıq. Allah Teala'nın sifətləri var. O sifətləri də hamısı gözəl sifətlərdir. Adları da gözəldir, sifətləri də. Və sifətləri ucadır. O sifətlərindən biri də hansı ki, biz çatmışıq ora, o da sevmək sifətidir. Allah Teala sevir. Allah Teala'nın sevmək sifəti var. Allah Teala buyurur ki, və əhsinu
yaxşılıqlar edin. İnnallaha yuhibbul muhsinin. Allah yaxşılıq edənləri sevir. Allah sevir. Allahın sevmək sifəti var. Necə Allahın qəzəb sifəti var. Necə onun razılıq sifəti var. Necə onun mərhəmət sifəti var. O cürdə sevmək sifəti var. Bu sifətlər, məsələn, razılıq, məhəbbət, rəhmət, bunlar hamısı ayrı-ayrı şeylərdir, bir şey deyil. Bəzi insanlar elə düşünür ki, bunlar hamısı birdir. Yox, bir deyil. Və bəziləri bu sifətləri inkar edirlər. Deyirlər, Allah Teala sevmir. Qiyas edirlər ki, Allah Teala sevmir, çünki insan da sevir ona görə. Məxluqata bənzəyir ona görə. Bənzədirlər Allah Teala'nı. Allah Teala'nın bənzəri yoxdur, tayı yoxdur. Necə özü deyir, leysə kəmitlihi şey, onun mislində heç bir şey yoxdur. Sonra deyir ki, və huvə səmi'ul basir. O görəndir və eşidəndir. Görən, eşidən var, amma onun mislində yoxdur. Sevən də var, qəzəblənən də var, razı olan da var, rəhm edən də var, mərhəmət göstərən də var, lakin Allahın mislində yoxdur. Adlarda müştərəkik, Allahla müştərəkik adlarda və sifətlərdə, lakin keyfiyyətdə müştərək deyilik. Və adların eyni olması bizi inkara gətirib çıxartmalı deyil. Aydındır. Necə zəlalət firqələr, onlar bənzədiblər, sonra inkar edirlər. Və deyiblər ki, Allah Teala sevmir. Yox, Allah sevir. Allah sevir qullarını, Allah sevirdi peyğəmbərləri. Təbii ki, indi də sevir. Çünki Allah əvvəldir, axırdır, zahirdir, batindir. Necə hədisdə gəlib. Allah Teala bu ayə dediyim, huvəl-əvvəl vəl-əxir vəl-zahir vəl-batin. O əvvəldir və axırdır və zahirdir və batindir. Peyğəmbər sallallahu aleyhi ve sellem də dua edəndə dedi ki, Allahumma entəl-əvvəl. Allahım, sən əvvəlsən. Leysə qabləkə şey. Səndən qabağa heç nə yoxdur. Və entəl-əxiru. Sən sonsan. Və leysə bə'dəkə şey. Səndən o tərəfə yoxdur. Və entəl-zahir. Sən ən üzdə olansan, ən üstdə olansan. Və leysə fəvqəkə şey. Sənin fövqündə heç nə yoxdur. Və entəl-batin. Sən batinsən. Və leysə dunəkə şey. Səndən də gizli bir şey yoxdur. Allah Subhanahu Taala sifətləri ilə, adları ilə kamildir. Və sifətlərindən biri də məhəbbət sifətidir. Məhəbbət yəni sevmək. Bu sifət feylidir. Feyli sifətdir. Allah Taala'nın feyli sifətidir və sabit sifətdir. Quranda və sünnədə sabit olub. Allah Teala Quran-ı Kərimdə buyurur ki, فَسَوْفَ يَأْتِ اللّٰهُ بِقَوْمٍ Allah bir qövm gətirəcək. يُحِبُّهُمُ يُحِبُّونَهُ Onlar Allah'ı sevəcəklər, Allah da onları sevəcək. İki tərəfdə sevəcək, iki tərəfdə. Bir insanlardır, bir də Allah Subhanahu Taala. Allah insana da sevgini ispat etdi bu ayədə, özünə də sevgini ispat etdi. Və buyurdu ki, yuhibbuhum, onlar sevəcək, Allah onları sevəcək, və yuhibbunahu, və yuhibbuhum, Allah onları sevəcək, və yuhibbunahu, onlar da Allah'ı sevəcəklər. Və bu sifət Allah'ın istəyinə bağlı olan sifətdir. Yəni Allah istəyəndə sevir, istəyəndə qəzəblənir, istəyinə bağlıdır. Allah istədiyini sevir və istəyəndə sevir. Leysə kəmithlihi şey, onun da mislində heç nə yoxdur. Amma məhəbbətin mənası zəlalət firqələr dediyi kimi insanlara savabı istəmək deyil. Bidət deyir ki, məhəbbət yəni Allah insanlara savab istəyir. Yox.
Məhəbbət yəni sevir onları. Bu təvil, bu yozun düzgün deyil. Onlara savab istəyir. Yəni sevmir. Başqa məna verirlər. Başqa məna nəyə lazım deyir? Allah deyir, sevirəm yaxşı əməl edənləri. Allah bir qövm gətirər, onlar Allahı sevər, Allah da onları sevər. Allah Teala özü barədə özündən daha yaxşı kim xəbər verə bilər? Heç kim. Rasulü sallallahu aleyhi və səlləmdən də başqa kim yaxşı onun barədə xəbər verə bilər? Qullar içərisində. Heç kim. Və bu sifət bizdən gərəkdirir ki, biz onun sevdiklərini eləyək. Çünki sevir. Biz onun sevdiyi əməlləri eləyək. Nəyi də sevmir, eləməyək. Çünki Allah Teala sevdiyi əməllər var, sevmədiyi əməllər var. Sevdiyi əməllər bəllidir. Nə ki, şəriətdə gəlib, nə ki, dində gəlib, nə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib, hikmətə uyğun, yerə uyğun, zamana uyğun, adama uyğun. Hər şey hər yerdə deyilməz, hər əməl hər yerdə edilməz. Lakin zamanında edilən, adamına uyğun və yerinə uyğun edilən hər bir əməl salih əməl. Allah Teala onu sevir. Allah Teala onu sevir. Allah qullarını sevir, onlar ki, möminlərdirlər. Onlar ki, salih əməl sahiblərdirlər. Onlar da Allahı sevirlər. Və bu sevgi dinin əsaslarından biri sayılır. Çünki insan öz Rəbbini sevir və ona iman edir, o iman üzərində əməl edir və hər kəs öz sevdiyinə qovuşmaq istəyir. Hər kəs öz sevdiyinə qovuşmaq istəyir və Peyğəmbər sallallahu aleyhi və səlləm ölüm ayağında nə dedi? Rafiqəl ə'lə, uca dostu istəyirəm. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Teala'nı istəyirdi. Allahla, çünki onlar Allahla Peyğəmbər sallallahu aleyhi və səlləm həmçində İbrahim aleyhisselam Allah onları dost götürmüşdü. Necə? Öttəxədəllahu İbrahimə xalilə. Allah İbrahimə dost götürdü və Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayəni dedikdən sonra deyir ki, Allah mənə də dost götürdü. Və alimlər buyurur ki, Allah Teala qulları sevir və qullar da Allahı sevir. Hər ikisində sevgi sabitdir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Vəllezîne âmenû eşeddu hubben lillah." Amma iman edənlərin Allaha olan sevgisi şiddətlidir. Yəni quldan da Allaha sevgi var. Allahda olan sevgi yuhibbuhum və yuhibbunehu. Allah onları sevir, onlar da Allahı sevir. Yəni quldan da Allaha sevgi var, Allahdan da quluna sevgi var. Və bu sifət Allah Teala'nı sevmək izhar olub ən çox peyğəmbərlərdə. Ən çox peyğəmbərlərdə izhar olub və onlardan İbrahim aleyhissalam misaldır. Və bilirsiniz, hadisi də İsmailin kəsilmə hadisəsidir. O hadisə çox ağır hadisədir, çox əzəmətli hadisədir və çoxlarının edə bilməyəcəyi bir hadisədir. Lakin İbrahim aleyhissalam, yəni onu həmçinin oğlu İsmail'dan heç bir şəkk eləmədən, heç bir sual eləmədən və heç bir etiraz etmədən qəbul etdilər. Hətta son ana qədər gəldi hadisə. Hətta Allah Teala'nın əmri, yəni kəs əmri axıra qədər oldu. Yəni Allah Teala o zaman ki onu yerə uzatdı və bıçağı onun boğazına söykədi. Allah onu da göndərdi. O vaxta qədər heç bir şək, etiraz yox idi. Sadəcə onlar müşavirə etdilər ki, mən belə yuxu görmüşəm. Deyir, Peyğəmbərlərin yuxuları vəhidir. Deyir, ey ata, nə görmüşsən, əmrə itaat ol, mən də səbr edəcəm. Təbii ki, o, Allaha olan sevgidən, Allaha olan təsdiqdən, Allaha olan imandan irəli gələn bir məsələdir. Çox ağırdır, çox mühümdür. Ona görə mən daha doğrusu Allah Teala İbrahim aleyhissalamı bu məqamdan sonra dost götürdü.
Yəni sual ola bilər ki, İbrahim Allaha ondan qabaq dost deyildimi? İbrahim Allaha dostdur, amma Allah İbrahimə dost deyə müraciət etməmişdi. O hadisəyə qədər. O hadisədən sonra dost götürdü. Və növbəti sifət, hansı ki Allah Taala'nın sifətlərindəndir, cavab vermək. Allah Taala'nın cavab vermək sifəti var. Cavab verir qullarına, icabə. Allah Teala buyurur ki, fəstəcəbə ləhum rabbuhum. Rəbləri onlara cavab verdi. Ənni la udi'u əmələ amilin minkum. Mən sizlərdən əməl edənlərin əməllərini zayi eləməyəcəm. Yəni, dua edənlərə Allah Teala cavab verdi. Və cavab vermək Allah Teala'nın feili sifətlərindəndir. Başqa ayda Allah Teala buyurur ki, və idə sələkə ibədi anni fə inni qarib. Qullarım məndən, səndən daha doğrusu, məni soruşsalar və mənim barədə mən yaxınam. Fə inni qarib. Mən yaxındayam. Ucibu dəvətə də'i idə də'ən. Çağıran, məni çağıranda cavab verirəm. Allah Teala'nın cavab vermək sifəti var. Allah Teala cavab verir çağıranlara. Və sonra Allah Teala buyurur ki, وَلَقَدْ نَادَانَا نُوحٍ. Nuh da bizi çağırmışdı. فَنِعْمَ الْمُجِيبُونَ. Biz nə gözəl cavab verənik. Yəni, Allah Teala cavab verib yəni onlara. فَاسْتَجَبْنَا لَهُ. فَاسْتَجَبْنَا لَهُ. Quranda Ənbiya surəsində bir səhifə var. Peyğəmbərlərin orada Eyyub aleyhissalamdan da Zəkəriyyəyə qədər Allah Teala'ya yəni şiddət və çətinlik halında duaları barədə Allah Teala xəbər verib. Allah Teala buyurur ki, və idnədə Eyyub, Eyyub dua etdi. Rabbi inni məssəniyə dur, ey Rəbbim mənə bir zərər toxunub. Fəntə arhamur rahimin, sən rəhm edənləri rəhimlisən. Fəstəcəbnə ləhu, ona cavab verdik. Və Zənnun Yunus aleyhisselam fəstəcəbnə ləhu, ona cavab verdik. Və nəccənnəhum minəl qam, onu qəmdən qutardıq. Və kəzəlikə nuncul müminin, möminləri də belə qutaracaq. Və Zəkəriyyə idnədə Rabbəhən, Zəkəriyyə Rəbbin dua edib çağırdı. Fəstəcəbnə ləhu, ona cavab verdik. Allah Teala'nın cavab vermək sifəti var. Eşidir duaları və cavab verir. Və heç bir dua cavabsız deyil. Hər bir duanın cavabı var. Ya qəbul, həmin duanın özünün baş verməsi, ya bir bəlanın səndən dəf olunması, ya axirətə qalması. Ya axirətə qalması. Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Teala'nın nazil olması, gecənin 3/4-də nazil olması barəsində rəvayət etdiyi hədisdə buyurur ki, Rəbbimiz enib belə deyir, mən yed'uni, kim mənə dua edər? Fəəstəcibə ləh, mən ona cavab verim. Allah Teala, yəni Allah Teala cavab verir, kim ki ona dua edir, kim ki onu çağırır. Kim ki çağırmır, ona cavab vermir. Allah onu eşitmir. Yəni Allah onu tərk edib. Kim ki dua edir, kim ki çağırır, kim ki istəyir, Allah Teala onları eşidir və onların ehtiyaclarına uyğun onlara verir. Onların ehtiyaclarına uyğun, sənin istəyivə uyğun yox. Allah Teala bizə lazım olanda verir, biz istəyəndə yox. Ola bilər bir şey biz istəyirik, amma o bizə lazım deyil və bizə zərərdir hələ ki. Allah Teala onu bizə verir, çünki artıq bizə lazımdır. Ona görə nə qədər hadisələr olub, nə qədər. Biz bir şey istəmişik, şiddətli şəkildə, səbəblərdən yapışmışıq. O işin arxasınca qaçmışıq. Lakin olmayıb. Sonra üstündən bir müddət keçib, başqa bir hadisə olub. Demirsən ki, əlhəmdülillah və şükür Allaha ki, o vaxtı o iş alınmadı.
Amma sən onun alınması üçün də nə etmirdin? Hələ bəlkə küfür də etmişdin Allaha ki, bu nə deyə? Hələ bəlkə içində üsyan da edirdin Allaha ki, bu nə oldu deyə buna? Sonra deyirsən ki, yaxşı ki, o vaxtda o alınmadı, indi bu iş belə oldu. Deməli, insan Allaha təslimiyyət eləməlidir. Dua etdin, elhamdülillah, cavabı gözlə. Sən qapını döy. Ona görə Ömər ibn Xattab radiyallahu anh deyir ki, mənim üçün maraqlı o deyil ki, mən dua edə, Allah mənim duamı qəbul edir, yoxsa yox. Yəni, mənim üçün maraqlı o deyil. Mənim üçün maraqlı odur ki, mən dua eləyə bilirəm. Dua eləyə bilmək özü bir neymətdir. Bunu kim ki dua eləyə bilmir, bilir. Kim ki dua eləyə bilir, yəni hələ fərqində deyil. İnsanlar yaxınlaşıb, yəni 1 olmayıb, 2 olmayıb, 5 olmayıb, 10 olmayıb. Neçə insanlar yaxınlaşıb ki, mən dua eləyə bilmirəm. Yəni, mən əlimi qaldıra bilmirəm. Bəlkə də desən ki, məsələn, əlimi belə saxla, hər dəqiqəyə məsələn 15 manat verəcəyik. Məsələn, saxlayar. Amma dua eləməyə əlini qaldıra bilmir. Deyir, qaldıra bilmir. Nə deyim? Deyiləsi var, dua eləməyib. İndiyə kimi. Belə adi dilin örgəşdiyi adətlər üzərində olan dualar istisna. Yəni, çəkilsin bir qırağa, əllərin qaldırsın, Allahdan istəsin. Belə şey eləməyib. Adam var, dua eləyə bilmir. Necə Allah ona cavab versin? Ona görə, yəni, Allah Teala dualara cavab verir. Hətta kafir olsa belə. Hətta müşrik olsa belə. Əgər kafir məzlum olsa, əlin qaldırıb dua eləsə Allah qəbul edəcək. Zülm edən də müsəlman olsa, onun əleyhinə olsa dua, tutacaq onu. Ona görə fikir versəz Quran-ı Kərimdə müşriklər dənizə gəmilərlə gedəndə və ya qayıqlarda. Onlar fırtına vaxtı dua edirlər Allah. Allah'ım bizi qutar, Allah'ım bizi qutar. Allah deyir ki, o vaxtda onları eşidirdi, qutarırdıq. Gedib yenə şərik qoşurdular. Yəni, görsən ki, Allah Teala onların duasını qəbul edirdi. Çünki ixlasla çağırırdılar, muxlisin. Allahı ixlasla çağırırdılar, Allah da qəbul edirdi. Ona görə, yəni, Allah Teala, ona görə Şeyx Hüseyin bin Teymiyyə Rəhməhullah deyir ki, Allah Teala adil kafiri zalim müsəlman üstündə qalib eləyər. Allah Teala ədalətli kafiri zalim müsəlman üzərində qalib eləyər. İslam bir vəsfdir insan üçün, amma İslam vəsfi ədalət vəsfi demək deyil. Yəni, bir insan müsəlmandırsa ədalətlidir, hər şey yoxdursa, mömindirsə ədalətli, hər şey yoxdur. İslam bir vəsfdir, yəni küfürdən çıxaran vəsfdir. Əbədi cəhənnəmdən çıxaran bir vəsfdir. Amma ədalət vəsfi verməz ona, sadiqlik vəsfi verməz ona. İslam insanı küfürdən xilas edən bir vəsfdir. Amma ədalət, amma onlar artıq başqa məsələlərdir. Və Allah Taala'nın həmçinin sifətlərindən Allah Taala'nın yaratmağı başlaması, sonra qaytarması özünə. Allah xəlq eləyib. Buyurur ki, Allah Teala innehu yebda'ul xalqa thumma yu'iduhu. O xəlq eləməyə, məxluqatı yaratdı, sonra özünə tərəf çəkəcək onu. Özünə tərəf aparacaq, özünə tərəf qaytaracaq. Allahu yebda'u el-xalqa thumma yu'iduhu thumma ileyhi turcaun. Allah məxluqatı yaratdı, sonra onu qaytaracaq özünə, sonra ona dönəcəksiniz. Bu ikisi də Allah Taala'nın ixtiyari sifətidir. Allah Taala'nın sifətlərindəndir. Allah Taala istədiyini yaradır və istədiyini özünə çəkir. İnna lillahi və inna ileyhi raciun. Necə Allahdan gəlmiş yerə də Allaha qayıdacağıq. Əbu Muzfir Səm'ani Şafi məzhəbində olan Şəfi'i
rahimehullah deyir ki, Allah Teala məxluqatı yaradıb və sonra özünə qaytaracaq hamısı. Allahın yaratmağa mübdi, yaradan, yaratmağa başlayan və yəni yaradan yəni və özünə qaytaran sifəti var. Amma Allah nə vaxt yaratmağa başlayıb? O özü bilir. Huvəl əvvəl, o əvvəldir. Özü bilir. Və hər bir məxluq olmamışdan qabaq yox idi. Hər bir məxluq yaradılmamışdan qabaq daha doğrusu yox idi. Hər bir məxluq yaradılmamışdan qabaq yox idi. Hər bir məxluq. Sonra Allah Teala onu yaratdı. Amma məxluqatın əvvəlin Allah bilir. Allah bilir. Huvəl əvvəl. O əvvəldir. Allah Teala birinci qələmi yaratmayıb. Sonra Allah Teala bu ki, əvvəl mə xalaqallahul qələm. Allah qələmi bir yaradanda, yəni yaratdığı vaxt dedi ki, yaz. O demək deyil ki, birinci qələmi yaradıb. Sadəcə qələmi yaradan vaxt. Yəni qələm yox idi ona qədər. Başqa məxluqlar var idi. Yəni Allah var idi və yaradırdı. Aydındır, yaradılışının əvvəlinin başlanğıcı Allah bilir. Necə sonum Allah bilir. O da yoxdur. Yoxdur sonu. Yəni Allah Taala'nın yaratdıqlarının, məxluqların sonu nədir? Yoxdur. Allah Teala Quran-Kərimdə buyurur ki, "Kulləmə naduzat culuduhum." Hər dəfə dəriləri təzələndikcə cəhənnəmdə onlara təzə dəri verəcək. Yoxdur. Cənnətdə nemətlər Allah bilir, dəyişəcək yoxdur. Son yoxdur. Aydındır? Lakin Allah Teala hər bir məxluqu yaradıb. Və yaratmamışdan qabaq o məxluq yox idi. Aydındır? Biraz ağır mövzudur. Hər bir halda Allah əvvəldir və axırdır. Zahirdir və batindir. Yoxdur onun əvvəli və axırı. Necə Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, Allahumma entəl əvvəl, Allahum sən əvvəlsən, leysə qabləkə şey. Səndən əvvəl heç nə yoxdur. Və entəl əxiru, sən axırsan, sonsa, leysə bə'dəkə şey. Səndən sonra heç nə yoxdur. Allah bilir, Allah ilk məxluqatı nədir və s. və ilə. Allah bilir. Sonu yoxdur. Çünki özü əvvəldir. Axırı da yoxdur. Çünki özü axırdır. Və fəaldir. Fəalun limə yurid. İstədiyini eləyəndir. Əfəmən yaxluq kəmən lə yaxluq. Yaradanla yaratmayan birdir. Həmdülillahi Rabbil aləmin. Həmd olsun aləmlər Rəbbinə. Allah bilir nələr var, nələr var, nələr. Biz bilmirik. Biz nə bilirik? Biz elə-belə dünya biraz da bir-iki dənə şey görüblər. Lupa ilə, mikroskopla. Tardı getdi. Allah bilir harada nələr var, Allah nələr yaradıb. Və yaradır və yaradacaq. Və həmçinin İmam Əzhəri rahimehullah buyurur ki, Allah Taala'nın yəni yaratmaq sifəti var, yəni yaratmağa bir şey yaradıb, hər şey ondan başlayıb və ona da qayıdacaq və deyir ki, Allah Teala və huvəl-ləzi yebdəul xalqa thumma yu'iduhu və huvə əhvanu aleyh. Allah məxluqatı yaratdı, başlanğıcı verdi onlara, hər bir məxluqa. Hərəsi hamısı yarananda əvvəl yox idi. Amma birinci hansıdır Allah bilir. O Allah bilir. Yoxdur son, tapa bilmirsən və axır da yoxdur, əvvəl də yoxdur. Allah bilir. Lakin hamısının əvvəlin Allah yaratdı. Thumma yu'iduhu. Sonra hamısını qaytaracaq özünə tərəf. Və huvə əhvanu aleyh. Bu onun üçün çox asandır. Və ya bu onun üçün yüngüldür. Və həmçinin Allah Teala buyurur ki, innehu huvə yubdi'u və yu'id. O Allah yəni yaratmağa başlayıb, yəni yaradıb, yəni bir şeyi və özünə qaytaracaq. Təbii ki, bu məsələdə
böyük yəni alimlər ittiham olunub. Onlardan biri Şeyxülislam rahimehullah. Lakin biz ora daxil olmuruq. Şeyx rahimehullah nə deyibsə haqdır, lakin biz ora daxil olmuruq. Və sonra Allah Taala'nın bağışlanma sifəti, məğfirət. Məğfirət sifəti var. Allah Taala buyurur ki, "Yəğfiru limen yəşə və yu'azzibu men yəşə." İstədiyin bağışlayacaq, istədiyinə əzab verəcək və kənəllahu ğəfuran rahimə. O bağışlayan və rəhm edəndir. Təbii ki, məğfirət sifəti var Allahın. Bağışlamaq. Məğfirət Allah Taala'nın feili sifətidir. Həmçinin zatı sifətidir. Nədir zatı sifət, feili sifət? Zatı sifət odur ki, həmişə bağışlayandır. Allah Taala'nın özü bağışlayandır. Feili sifət nədir? Bağışlanmaq lazım olanı bağışlayır. O anda o feil eləyir. Allah Taala'nın zatı və feili sifətlərin mənası budur. Zatı sifət odur ki, ondan ayrılmır. O bağışlayandır. Xəlq eləmək kimi. O yaradandır. İndi nəsə yaratmırsa, o deməkdir ki, yaradan deyil. Lakin istəyəndə yaradır. İnnəmə əmrunə li şeyin idə aradnəhu nəqulləhu kun fəyəkun. Bir şey barədə istəyimiz onun olması üçün ona ol deyərik, o da olar. Allah Teala buyurur ki, o istədiyini bağışlayır, istədiyini əzab verir. Və Allah bağışlayan və rəhm edəndir. Və növbəti, yəni bilmək lazımdır ki, yəni Allahın istəyinə bağlıdır bağışlamaq. İstədiyin bağışlayır, istəmədiyin bağışlamır. İstəyəcək bağışlayacaq, istəməyəcək bağışlamayacaq. Ona görə Allah Teala buyurur ki, "İnna Allaha la yaghfiru en yushraka bihi və yaghfiru ma dun zalika limen yasha." Allah istədiyini bağışlayacaq bütün günahlardan. Bir dənə şirkdən başqa. İstədiyini bağışlayacaq. Limen yasha, kimə istəyirsə. Ona görə alimlərdir ki, böyük günahlardan bağışlanma iki tür olur. Bir tövbə ilə, iki Allahın rəhməti ilə. Bir tövbə ilə, ikinci Allahın bağışlamasına. Ola bilər adam tövbə eləyib dünyada, bağışlanıb gedib. Böyük günah sahibi. Tövbəsi səbəbdir onun bağışlanmağına. Adam var, böyük günah sahibi olur. Tövbə eləməyib, amma Allah bağışlayıb onu. Böyük günah ya tövbə ilə bağışlanır, ya da Allahın məğfirəti ilə. Amma şirk yox, şirki Allah bağışlamayacaq. İstəyir kim olursa ol. Nuhun oğlu ol, sən İbrahim'in kim olursan. Allah bağışlamırsa bağışlamayacaq. Və Allahın Qafur və Qaffar və Qafir sifətlər, adları var. Allahın adlarından həmçinin, təbii ki, bu adlarıdır, məğfirət isə sifətidir. İbn-i Quteybə Rahimallah buyurur ki, Qafur, məğfira, bunlar hamısı Allah Teala'nın sifətlərindəndir. Yəni, örtmək mənasındadır. Örtmək, sitir çəkmək mənasındadır. Həmçinin Allah Teala'nın sifətlərindən el-izzə, izzət. Allahın izzət sifəti var. Allah Teala buyurur ki, Quran-ı Kərimdə وَلِلَّهِ الْعِزَّةِ İzzət Allahındır. Allah'a məxsusdur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allahümmə innə əudu bi'izzətik. Allahım, sənin izzətinə sığınıram. La ilahə ilə ənt. Səndən başqa ilah yoxdur. Ən tudilləni. Yəni, sənin izzətinə sığınıram, mənə azdırma. İzzət Allahın sifətidir və adı da əzizdir. Əl-Əziz. İzzət Allahın sifətidir. Təbii ki, insanda da izzət var və möminlərdə də izzət var. وَلِلَّهِ الْعِزَّةِ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ Allah deyir.
İzzət Allahındır və Rasulunundur və möminlərindir. Lakin münafiqlər bunu başa düşmürlər. Necə ayədə gəlir? İzzət Allaha da isbat oluna bilər, Rasuluna da, möminlərə də. Lakin Allahın və möminlərin və Rasulun izzəti Allahın izzəti kimi deyil. Allahın izzəti leysə kəmitlihi şeyi. Onun mislində heç nə yoxdur. Bu ayə leysə kəmitlihi şeyi. Bu ayə bu mövzuda ünvandır. Leysə kəmitlihi şeyi. Allahın ad və sifətlərini yazırsansa, danışırsansa, bu ayəni həmşədən leysə kəmitlihi şeyi. Onun mislində heç nə yoxdur. Yox, əgər bu ayədən başlamasan, ola bilər ki, hüccətin zəif olsun. Ona görə Allah bərabəri yoxdur. Tayı yoxdur, oxşarı yoxdur. Ona bənzər heç nə yoxdur. Və növbəti sifətlərdən biri Allah Teala'nın elm sifətidir. Allah Teala buyurur ki, Rabbukum a'lemu bikum. Rəbbiniz sizin barədə elmlidir. İn yəşə yərhamkum. İstəsə sizə rəhm eləyər. Əv in yəşə yuəzzibukum. İstəsə sizə cəza verər. Və mə ərsəlnəkə aleyhim vəkilə. Səni onların üzərinə vəkil olaraq göndərməmişik. Allah istədiyinə. Allah birinci tanıyır hamını, bilir. Elmi var hamı barədə. İstəsə rəhm edər, istəsə azab verər. Yəni Allah Teala elm sifəti ilə özünü vəsf edib. Elm Allahın sifətlərindəndir. Zatı sifətdir. Allahın zatı sifətidir. Və təbii ki, həmçində feili sifətdir. Allah Teala məsələn feili sifət, yəni birinci zatı sifət, yəni Allah hər şeyi bilir. Bir də nə üçün feili sifətdir? Yəni bir də olanda bilir. Yəni belə bilirdi. Bir də olanda. Məsələn dəlil Allah Teala buyurur ki, qiblə barədə. Və ma cəalnəl qiblətəlləti kunta aleyhə illə linə'ləmə mən yettəbi'ur rasul. Biz qibləni ona görə dəyişdik ki, bilə görə Rasula kim tabi olacaq. Allah bilirdi kim tabi olacaq, kim yox. Onun elmində vardı, elmi əzəlidir, əbədidir. Və elmi hadisə anında təzələnir. Təzələnir o mənada, yəni bilmirdi təzələnir yox. Yəni həmin ana o anda bilir. Allah deyir ki, biz bilək deyə, linə'ləmə. Yəni burada deyir ki, sifətun zətiyyə fi aslihə. Yəni əslində zatı sifətdir. Və sifətun zətiyyətun fi'liyyətun mütəcəddidə. Və feili sifətli yenilənir. Yenilərin o mənada deyir ki, Allah Teala bilmirdi, bilir, elə yox. Sadəcə olaraq bildiyi şey olur. Və deyir ki, biz bilək ki, belə olacaq. Aydındır? Yoxsa Allah hər şey bilir. Adlarından da biri alim. Allah alimdir. Və Allahın sifətlərindən rəhmət. Allah rəhimlidir. Və bu sifət istəyinə bağlıdır. Allahın məşiyyətinə bağlıdır. İstədiyinə rəhm edir. İstədiyinə yox. Necə bağışlanma sifəti? İstədiyini bağışlayır, istədiyini yox. Yəni istəsə bağışlayacaq, istəsə yox. Və ayədə deyir ki, istəsə rəhm edəcək, istəsə əzab verəcək. Həmçinin əzab vermək sifəti var. Allah Teala əzab vermək və cəza vermək sifəti var. Və bu da feili sifətdir. Feili sifətdir və Allah Teala'nın əzabı, Allah bizi ondan qorusun, əzabı ədalətindəndir. Allahın əzabı ədalətinə bağlıdır. Yəni Allah Teala'nın əzabı zülmə bağlı deyil. Məsələn, biri bir nəfərə əzab verə bilər, cəza verə bilər. Ədalətli də ola bilər, zalim də ola bilər. Amma Allah Teala'nın cəzası, əzabı ədalətlidir. Ona görə biz keçən dərslərdə dedik ki, bədduadır. Demək ki, Allah səndən ədalətli davransın. Bu bədduadır.
Əmələkəllahu bi'adli. Allah sənlə ədalətlə davransın demək bədduadır. Yəni, Allah bizlə ədalətlə davransa biz məhv olarıq. Həm bu dünyada, həm axirətdə. Allah bizə rəhməti ilə davransa biz nicat taparıq. Amma ədaləti ilə bizə davransa biz məhv olarıq. Ona görə kafirləri Allah oda ədaləti ilə salacaq. Möminləri isə cənnətə rəhməti ilə. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem necə dedi ki, sizdən heç kim cənnətə əməli ilə girməyəcək. Dedilər, hətta sən də, dedi, hətta mən də. Dedilər, bəs nətər girəcəksən cənnətə? Dedi, Allah rəhməti ilə qarşılamasa, Allah rəhməti ilə qarşılasa, yəni Allah rəhməti ilə qarşılasa girəcəm cənnətə. Amma qarşılamasa, nə qədər əməl sahibi olursan o rəhm etməsə mümkün deyil. Həmçinin Allah Taala'nın sifətlərindən rida, razılıq, Allahın razı qalmaq sifəti var. Allah Teala buyurur ki, "Laqad radiyallahu anil mu'minina iz yubayyunaka tahta şəcərə." Ağac altında sənə beyyət edən sahabələrdən Allah razı qaldı. Razı qalmaq Allahın sifətidir, rida. Həmçinin Allah Teala buyurur ki, sahabələr barədə "Səvəs-səbiqunəl əvvəlun", birincilər, əvvəlincilər, minəl muhaciril və ansar, muhacirlər və ansar, vəllədinə ettəbəuhum bi ihsan, onlara gözəl şəkildə tabi olanlar, radiyallahu anhum və radu an. Allah onlardan razıdır, onlar da Allahdan. Riza Allahın feili sifətidir, sabitdir və istəyinə bağlıdır. Allah istəyəndə razı qalır və istədiyindən razı qalır. Yəni, məsələn, Allah sahabələrdən razıdır. Radiyallahu anhum, Allah onlardan razı olsun. Amma Allah sahabələrdən qeyri kimdənsə razıdır. Allah bilir. Biz bilmirik. İstədiyindən razıdır, istəmədiyindən yox. Amma sahabələrdən razı olmağını bilirik. Təbii ki, hökm olaraq heç kimi deyə bilmərik. Ki, Allah kimdənsə razıdır, hökm olaraq. Lakin, dua edə bilərik ki, Allah səndən razı olsun. Və Allah ondan razı olsun. Amma sahabələr barədə Allah ondan razı olsun xəbərdir. Allah Taala'nın sözünü, xəbərini sənə çatdırmaqdır. Əbu Bakr radiyallahu anhu, yəni Əbu Bakr Allah ondan razıdır. Artıq razıdır. Və beləliklə, inşallah mövzunu bitirdik. Allah Taala işdən nəsə faydalaşsın. Allah Taala bizi onun adlarını və sifətlərini gözəl şəkildə başa düşən, ona əməl edən qullarını eləsin. İnşallah gələn dərsimizdə rida sifətindən başlayacağıq. Və sallallahu nəbilə Muhammed və alə alihi və səhbə əcməin.